Həqiqətən bir insan ilə şirk və küfür arasında namazın tərki durur. Cemaatla qılınan namaz tək qılınan namazdan fəzilətlidirmi? İnsan namaz qılmaq istəyirsə, günü bugündən başlamalıdır. Ola bilsin ki, sabah gec olar. Esselamu aleykum və rahmetullah, əziz izləyicilər. Mədinə Saati verilişinə xoş gəlmisiniz. Bugünkü mövzumuz namaz haqqında olacaq. Bugünkü qonağımız isə Mədinə İslam Universiteti məzunu İlham Vəlmətlidir. Xoş gəlmisiniz İlham müəllim. Xoş gününüz olsun. Təşəkkür edirəm dəvət etmisiniz. Birinci sualım odur ki, namazın İslam dinindəki yeri və habelə Quranda və sünnədəki əhəmiyyəti nədir? Şək yoxdur ki, namazın İslamda böyük yeri, böyük əhəmiyyəti, yüksək dərəcəsi və fəziləti vardır. Həmçinin biz Qurana və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə baxdıqda namazın böyük əhəmiyyətini, fəzilətini görürük. Bunlara bir neçə misal çəkmək istəyirəm. Birinci məsələ odur ki, Uca Allah namazı bütün peyğəmbərlərinə əmr etmişdi. Uca Allahın namazı bütün peyğəmbərlərinə əmr etməsi namazın böyük fəzilətinə, əhəmiyyətinə dəlalət edir. Misal üçün İbrahim əleyhissalam Quranda Rəbbinə dua edərək belə deyir: Rabbi cəalni muqiməs salati və min zürriyyəti. Rəbbim məni və zürriyyətimi doğru düzgün namaz qılanlardan et. Həmçinin Uca Allah Haruna və Musaya vəhiy etdikdə buyurur ki, və əqimus salah, namaz qılın. Namazı doğru düzgün yerinə yetirin. Həmçinin İsa əleyhissalam Rəbbinin ona bəxş etdiyi nemətləri sayarkən buyurur ki, və cəaləni mübarəkən eynəmə kuntu. Rəbbim məni harada oluramsa olum mübarək etdi. Və əvsani bis salati və zəkati mə kuntu mə dumtu həyyə. Sağ olduğum müddətcə, həyatda olduğum müddətcə Rəbbim mənə namaz qılmağı və zəkat verməyi əmr etdi. Həmçinin namazın fəzilətinə və əhəmiyyətinə dəlalət edən məsələlərdən biri də odur ki, namaz möminləri pis işlərdən çəkindirir. Uca Allah Quranda buyurur ki, və əqimis salah, innəs salətə tənhə anil fəhşai vəl münkər. Namaz qıl, namazı doğru düzgün yerinə yetir. Həqiqətən namaz pis və çirkin işləri qadağan edir. Pis və çirkin işlərdən çəkindirir. Bəzi müsəlmanlar şikayətlənirlər ki, biz namaz qılırıq, amma bizim namazlarımız bizi pis işlərdən çəkindirmir. Buna cavab olaraq demək istəyirəm ki, əgər ayəyə fikir versəz görərsiniz ki, Uca Allah burada yalnız namaz qılmağı deyil, namazı iqamə etməyi, namazı doğru düzgün qılmağı əmr edir. Ərəb dilində, lüğətdə iqamə sözü əyri bir şeyin düzəldilməsinə, həmçinin bir şey üzərində davamiyyətli olmağa dəlalət edir. Və sonra Uca Allah buyurur ki, innəs salətə, yəni həmin o namaz, sənin doğru düzgün qıldığın o namaz səni günahlardan və pis əməllərdən çəkindirir. Həmçinin biz namazın fəzilətinə, namazın böyük əhəmiyyətinə fikir vermək üçün Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə də baxa bilərik. Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə namazın hər xırdalığını öyrətmişdi. Namazı əmr etmişdi. Sünnədə namazın fəzilətinə dəlalət edən bir neçə məsələyə toxunmaq istəyirəm. Onlardan biri odur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm namazı ən fəzilətli əməl adlandırmışdı. Nə vaxt ki, sahabələr ondan ən fəzilətli əməl barəsində soruşurlar, deyir ki, əs-salatu li vaxtihə, vaxtında qılınan namazdır. Digər rəvayətlərdə Allahın ən çox sevdiyi ibadət barəsində soruşurlar, deyir ki, əs-salatu li vaxtihə, yəni vaxtında qılınan namazdır. Həmçinin sünnədən namazın fəzilətinə dəlalət edən hədislərdən biri də odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namazı bu dinin sütunu, dirəyi adlandırmışdı. Səhih hədislərin birində Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Rəsul əmri əl-İslam. Dinin əsli İslamdır. Təslimiyyətdir, şəhadət kəlməsidir. Və əmuduhus salah. Amma dinin sütunu, dirəyi isə namazdır. Bəzi alimlər burada fayda getirirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin burada namazı sütun adlandırması ona dəlalət edir ki, necə ki bir çadır sütunsuz ayaqda durmadığı kimi, namazsız da bir insanın ibadəti, həmçinin İslamı zay olur. Namazsız bir insanın ibadəti o çadırın çöktüyü kimi
çökür. Namazın fəzilətinə xüsusi olaraq dəlalət edən hədislərdən biri də odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Səhih Müslimdə keçən hədisdə buyurur ki, "Əqrabu ma yakunu el-abdu min rabbihi və huve sacid." Qulun Rəbbinə ən yaxın vaxtı onun səcdədə olduğu vaxtdır. Fəəksirud dua. Orada duanı çoxaldın. Bu hədis açıq-aydın dəlalət edir ki, namaz şiddətli dərəcədə əhəmiyyətli, fəzilətli bir ibadətdir. Bəs namaz qılmaq hər kəsə vacibdir? Bəli, namaz qılmaq həddi buluğa çatmış hər bir kəsə vacibdir. Çünki namazın həddi buluğa çatmış hər bir kəsə vacib olmasına həm Quran, həm Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi, həm də ki, alimlərin yekdil rəyi dəlalət edir. Qurana gəldikdə, Yüce Allah bizə namaz qılmağı tapşırdıqda əmr formasında tapşırır. Namaz barəsində gələn ayələrə baxsan görərsən ki, Yüce Allah orada buyurur ki, və əqimus-salah, fəəqimus-salah, və əqimus-salah, namaz qılın, namaz qıl. Bunlar hamısı əmr formasında gəldiyi üçün ilk növbədə namazın vacib olmasına dəlalət edir. Həmçinin namazın vacib olmasına dəlalət edən ayələrdən biri də Nisa surəsində Uca Allahın bu ayəsidir. Fəəqimus-salah, innəs-salate kânət aləl-mu'mininə kitabən məvqutə. Namaz qılın, həqiqətən namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir, vacib edilmişdir. Və biz buradan götürürük ki, namaz həddi buluğa çatmış hər bir kəsə vacibdir. Peyğəmbər sallallahu əleyhi və səlləm də öz hədislərində namazın vacib olduğunu açıqlamışdı. O hədislərin birində nə vaxt ki, Muazı Yəmənə dəvət üçün göndərir, ona ilk növbədə tövhid kəlməsini, la ilahə illallah kəlməsini dəvət etməyi tapşırır. Və sonra buyurur ki, əgər səndən bunu qəbul etsələr, onlara xəbər ver ki, həqiqətən Allah onlara gecə və gündüz 5 vaxt namazı fərz etmişdi, vacib etmişdi. Bu ayələr, bu hədislər açıq-aydın şəkildə namazın vacib olmasına, fərz olmasına dəlalət edir. Bununla yanaşı, alimlər yekdil rəydədirlər ki, namaz həddi buluğa çatmış hər bir kəsə vacibdir. İlham müəllim, hamımıza məlumdur ki, cəmiyyətimizdə, xüsusən də xalqımızda çox insan özünü İslama nisbət edir və soruşulduqda Allaha, Peyğəmbərə, Qurana inandığını deyir. Lakin bunun əksi olaraq insan namazdan uzaqdır. Namaz qılmır və yaxud da haçansa qılıb, sonradan tərk edib. Namazı tərk etməyin təhlükəsi barədə Quranda varid olan, yəni Quranda gələn və Peyğəmbərimizin dili ilə, Peyğəmbərimizin sünnəsində gələn hədis və ayələrdən zəhmət olmasa bəhs edərdiniz, hətta əziz xalqımıza bəlkə maarifləndirmə olar. Ümumiyyətlə bilmək lazımdır ki, namaz imanın göstəricisidir. Uca Allah öz kitabında namazı iman adlandırıb. Necə ki buyurur, وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ اِيمَانَكُمْ. Allah sizin imanınızı, yəni Məscid-ül Əqsaya tərəf qıldığınız namazları zay etməz. Uca Allahın iman adlandırdığı bir ibadətə qarşı səhlənkar yanaşmaq və yaxud onu tamamilə qılmamaq şək yoxdur ki, imanda ciddi xələlə səbəb olur. Həmçinin Uca Allah namazı tərk etməyin təhlükəsini öz kitabında Peyğəmbər sallallahu əleyhi və səlləm də öz hədislərində açıq-aydın bizə bildirmişdi. Uca Allah namaz qılmamağı cəhənnəm əhlinin sifətindən saymışdı və bunun əksi olan namaz qılmağı isə möminlərin sifətindən saymışdı. Necə ki Uca Allah buyurur: "Mə sələkəkum fi səqar? Qalu ləm nəku minəl musallin." Nə vaxt ki mələklər cəhənnəm əhlindən soruşur ki, sizi cəhənnəmə, səqərə salan nədir? Deyirlər ki, biz namaz qılanlardan deyildik. Bu açıq-aydın göstərir ki, cəhənnəm əhlinin sifətlərindən biri də namazı tərk etməkdir, namazı qılmamaqdır. Bunun əksi olaraq, Uca Allah Quranda möminləri vəsf edərkən onların namaz qılan olduğunu bizə bildirir. Necə ki, Müminun surəsində buyurur, "Qad əfləhəl müminun." Artıq möminlər xilas olmuşdu. Artıq möminlər nicat tapmışdı. "Əllezîne hum fî salâtihim xâşiûn." O kəslər ki, onlar namazlarında muti olarlar. Bu ayələrin cəmi bizə göstərir ki, namazı tərk etmək cəhənnəm əhlinin sifəti, namazı qılmaq isə möminlərin sifətlərindəndir. Həmçinin namazı tərk etməyin təhlükəsinə dəlalət edən məsələlərdən biri də odur ki, hansı ki Quranda qeyd olunur. Uca Allah Məryəm surəsində
xeyir əhli olan kəslərin əməllərini saydıqdan sonra buyurur ki, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ اَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيَّ. Xeyir əhlindən sonra elə bir toplum insanlar gəldi ki, onlar namazı zay etdilər. Öz nəfsi istəklərinə uydular. فَسَوْفَ يَلْقَوْنَ غَيَّ və onlar cəhənnəmdə olan Qay vadisinə daxil ediləcəklər. Namazın tərk etməyin təhlükəsini Peyğəmbər sallallahu əleyhi və səlləm də bizə öz hədisləri vasitəsilə çatdırmışdı. Belə ki, Allah Resulü sallallahu əleyhi və səlləm Səhih Müslimdə keçən hədisdə buyurur ki, İnnə beynər-raculi və beynəş-şirki vəl-küfri tərkəs-salah. Həqiqətən bir insan ilə şirk və küfür arasında namazın tərki durur. Bu hədisi şərh edən bəzi alimlər demişdir ki, yəni insan namazı tərk edərsə və bunda israrlı olarsa, onun bu əməli onu get-gedə şirkə, küfrə aparır. Allah qorusun. Namazı tərk edən insan bilsin ki, qiyamət günü ilk hesaba çəkiləcək əməl namazdır. Əgər onun namazı doğru düzgün olarsa, onun namazı tam olarsa, Uca Allah onun digər əməllərində onu yüngül hesaba çəkər. Yox, əgər onun namazı tam olmazsa, namazı doğru olmazsa, Uca Allah onu digər əməllərində də şiddətli hesaba çəkər. Allah Resulü sallallahu aleyhi və səlləm səhih hədislərin birində buyurur ki, Əvvəlu mə yuhasəbu bihil abdu yevməl qiyamə əs-salah. Qiyamət günü qulun hesaba çəkiləcəyi, sorğu-sual olunacağı ilk əməl namazdır. Fəin saləhət, saləhə səiru əməlihi. Əgər deyir, onun namazı doğru düzgün olarsa, əgər onun namazı tam olarsa, Uca Allah onu digər əməllərində yüngül hesaba çəkər. Onun digər əməlləri də doğru olar. Və in fəsədət, fəsədə səiru əməlihi. Onun namazı zay olsa, xarab olsa, onun digər əməlləri də zay olar və Uca Allah onu digər əməllərində də şiddətli hesaba çəkər. Bəs namaz qılıb, lakin onun ərkanlarında, rükunlarında xəta edən insanlara nə nəsihət edərdiniz mənə? Əvvəldə də qeyd etdiyimiz ayələrdən aydın oldu ki, Uca Allah bizə namazı əmr etdikdə sadəcə namaz qılın demir. Buyurur ki, və əqimus-salah, namazı iqamə edin. Yəni, namazı doğru düzgün qılın. Bu özü dəlalət edir ki, namaz qılan insan namazını doğru düzgün şəkildə qılmalıdır. Bilmək lazımdır ki, bir ibadətin ibadət adlanması üçün ilk növbədə onun ixlaslı olması lazımdır. Yəni, insan ibadəti ixlaslı şəkildə, xalis Allah üçün yerinə yetirməlidir. İkinci növbədə isə ibadəti Uca Allahın istədiyi kimi yerinə yetirməlidir. Və biz ibadətin Uca Allahın istədiyi kimi yerinə yetirilməsini yalnız Peyğəmbərlər vasitəsilə bilirik. Və nəticə etibarilə bir insan ibadətlərini Peyğəmbər sallallahu aleyhi və səlləm yerinə yetirdiyi kimi yerinə yetirməlidir. Namazına səhlənkar yanaşan, onun rükusunu, səcdəsini doğru düzgün yerinə yetirməyən insan bilməlidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən şiddətli təhdid gəlmişdi. Hətta bəzi hədislərdə keçir ki, həmin kəsin namazı qəbul olunmaz. Necə ki, səhih hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir insan 60 il namaz qılar. وَمَا تُقْبَلُ لَهُ صَلَاتٌ. Onun heç bir namazı qəbul olunmaz. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə bizə bunun səbəbini açıqlayaraq buyurur ki, o insan bəzən namazın rükusunu doğru düzgün yerinə yetirər, səcdəsini isə naqis yerinə yetirər. Bəzən səcdəsini doğru düzgün yerinə yetirər, amma rükusunu isə doğru düzgün yerinə yetirməz. Bəli. Bəs insan səfərdə və yaxud da xəstə olduğu zaman necə namaz qılmalıdır? Bilmək lazımdır ki, səfər əziyyətli bir şeydir, çətin bir şeydir. Və hətta bəzi hədislərdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əs-səfəru qit'atun minəl-əzəb. Səfərdə olan çətinliyə görə buyurur ki, səfər əzabdan olan bir parçadır. Və İslam dini bütün bunları nəzərə alaraq müsafir üçün namazı, hətta bəzi ibadətləri də asanlaşdırmışdır. Belə ki, müsafir səfərdə ikən 4 rükət qıldığı namazları 2 rükətə endirir, 2 rükət qılır. Yəni, zöhr namazını, əsr namazını, işa namazını 2 rükət qılır. Ehtiyac yaranarsa, bu namazları 2 vaxtdan birində qılması da icazəlidir. Yəni, zöhr və əsr namazını ya zöhrün vaxtında, həmçinin əsrin vaxtında da qıla bilər. Məğrib və işa namazlarını da ya məğribin vaxtında,
ya da işanın vaxtında qıla bilər. Bu da şəriətin onun üçün namazları asanlaşdırmasıdır. Bu əməlin hökmü sünnədir. Və hər bir müsəlman çalışmalıdır ki, bu sünnəyə riayət etsin. Hətta səfərdə asan olsa belə, insan bu sünnədən istifadə etməlidir. Necə ki, Ömər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu barədə soruşduqda, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu Allahın sədəqəsidir, insanlara bəxş edib. Yəni, insan çalışmalıdır ki, Allahın sədəqəsini, rüxsətini geri çevirməsin. Həmçinin xəstənin namazına gəldikdə də, xəstə halına uyğun şəkildə namaz qılır. Necə ki, bu barədə hədislər də var. Yəni, əgər xəstə ayaqüstə namaz qıla bilirsə, ayaqüstə qılır. Ayaqüstə qıla bilmirsə, oturub qılır. Oturub qıla bilmirsə, yanı üzərində qılır. Yanı üzərində qıla bilmirsə, arxası üzərində uzanıb qılır. Cəmaatla qılınan namaz tək qılınan namazdan fəzilətlidirmi? Bəli, cəmaatla qılınan namaz tək qılınan namazdan fəzilətli hesab olunur. Ümumiyyətlə, İslam dini müsəlmanlara bir olmağı, parçalanmamağı, ixtilafa düşməməyi əmr edir. Necə ki, Uca Allah Əl-İmran surəsində buyurur ki, وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Hamılıqla Allahın ipindən, Allahın kitabından, Allahın dinindən möhkəm yapışın, parçalanmayın. Biz bunu ibadətlərdə də görürük. Cəmaat namazı da bu ibadətlərdən biridir. Cəmaat namazı vasitəsilə müsəlmanlar daha da bir-birinə yaxın olur, parçalanmadan uzaq olurlar. Cəmaat namazının fəzilətinə gəldikdə isə bu barədə çoxlu hədislər var. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədislərin birində buyurur ki, Salatul cəmaəti yəfzulu alə salatil fəzzi bi 27 dərəcə. Cəmaat namazı tək qılınan namazdan 27 qat daha fəzilətlidir. Bu və digər hədislər dəlalət edir ki, cəmaat namazı daha fəzilətlidir. Mənim bəzən birinə namaz qıl deyildikdə, hələ vaxtı çatmayıb, hələ mənim üçün tezdir deyir. Bu və bu kimi şəxslərə nə nəsihət edərdiniz? Belə insanlara nəsihət etmək istəyirəm ki, vaxt gözləmir, ölüm gözləmir. Ölüm qaş və göz arasındadır. Hər an insana yetişə bilər. Belə bir mühüm ibadəti, hansı ki, əvvəldə də qeyd etdik, bu Uca Allahın əmr etdiyi, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmr etdiyi bir ibadətdir. Bu ibadəti təxirə salmaq, qılmamaq insanı birbaşa təhlükəyə aparır. Bəzi əsərlərdə keçir ki, Adəm övladı günlərdən ibarətdir. Günlər ötüb keçdikdə onun həyatı da sona yetir. Nə qədər ki, insana Uca Allah möhlət verib, o çalışmalıdır ki, işini sabaha saxlamasın. Neçə-neçə insanlar olub ki, sabah işimi tamamlayaram deyib yatıb, amma sabaha çatmayıb, həyatdan köçüb. Həmçinin ibadətləri təxirə salmaq, xeyir əməlləri təxirə salmaq şeytanın vəsvəsəsindən irəli gəlir. İnsan namaz qılmaq istəyirsə, günü bugündən başlamalıdır, ola bilsin ki, sabah gec olar. Bəs qəlbim təmizdir, mənim namaza ehtiyacım yoxdur deyən şəxsə nə nəsihət edərdiniz? Nəsihətimiz ondan ibarətdir ki, qəlbin təmizliyi, qəlbin salamatlığı, qəlbin uca Allaha bağlılığı ilə bilinir. Yəni, əgər bir qəlb onu yaradan Allahdan üz döndəribsə, onu yaradan Allahın əmr etdiyi ibadətləri yerinə yetirmirsə, o qəlbin təmiz olma ehtimalı yoxdur. O qəlbin salamat olma ehtimalı yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm bu məsələdə bizim üçün gözəl bir qayda miras qoyub gedib. Necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm səhih hədislərin birində buyurur ki, İnnə fil cəsədi mudğa. Həqiqətən cəsəddə bir ət parçası vardır. İzə saləhət, saləhəl cəsədi kullu. Əgər o ət parçası salamat olarsa, doğru düzgün olarsa, bütün bədən, bütün əzalar salamət və doğru düzgün olar. Yox, əgər həmin o ət parçası xarab olarsa, fəsad olarsa, əzalar və bütün cəsəd də fəsad içərisində olar. Biz buradan götürürük ki, əgər bir insanın qəlbi təmizdirsə, əgər bir insanın qəlbi salamatdırsa, bu onun əzalarında, onun əməllərində bunu biruzə verməlidir. Əgər onun əməlləri Allaha asilik üzərindədirsə və biz yəqinliklə bilirik ki, onun qəlbi də təmiz ola bilməz. İlham müəllim, sonda namaza səhlənkarlıqla yanaşan şəxslər haqqında bir nəsihət edərdiniz.
Qeyd etdiyimiz ayələrdən, qeyd etdiyimiz hədislərdən aydın oldu ki, namaz çox mühüm bir ibadətdir və uca Allahın sevdiyi bir ibadətdir və insan bu ibadətə can atmalıdır. Bu ibadətə səhlənkar yanaşmamalıdır. Hətta qeyd etdi ki, namazın rükusunu, səcdəsini düzgün yerinə yetirməyən bir insanın 60 il qıldığı namazdan bir namazı belə qəbul olunmayıb. Bugün biz müsəlmanlar Peyğəmbər sallallahu aleyhi və səlləmi sevdiyimizi iddia ediriksə, onun ümmətinə olan son nəsiyyətinə qarşı səhlənkar yanaşmamalıyıq. Necə ki, Əli radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin ölüm ayağında ikən son sözlərdən biri də əs-salətə əs-salə oldu. Namazı qoruyun, namazı qoruyun. Allah razı olsun İlham müəllim. Təşəkkür edirəm ki, bu gözəl, dəyərli və vacib məlumatları bizimlə bölüşdünüz. Mən də sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, dəvət etdiniz. Belə, hörmətli izləyicilər və əziz xalqımız, bugün mövzumuz namaz oldu. Həqiqətən namaz dinimizin dirəyi, həyatımızın mənasıdır və hər birimizi bu haqda düşünməyə dəvət edirəm. Necə ki, Allahu Teala Quranda buyurur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən insanları və cinləri yalnız mənə ibadət etmələri üçün yaratdım. Elə isə bu axan, bu sürətli gedən həyatda durub, dayanıb özümüzə sual verək. Sizcə biz bu dünyaya nə üçün gəlmişik? Sizcə də Allaha itaət etməyin vaxtı gəlib çatmayıbmı? Sağ olun, salamat qalın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.